Diqqətimi bir hissinə çəkdi. Az öncə sizə gələn zəng, hansı ki sizə orada xeyir dua verirdilər. Yaşlı xala. Mən də diqqətimi çəkdi. Görəsən nə üçün verib onun? Deməli bir bibidir. Zəng eləyib bayaq. Mən də iş görürəm, ona görə mikrofonda danışıram. Sən onu da eşitmirsən, onu deyirsən. Deməli zəng eləyib ki, mən istifadə edeyim. Valla sənə qurban olum, sənin başına dönüm, nə bilim səndən yox, Karachidə yəni sən dünya bir yana, sən bir yana mahnıdaş kimi. O xalıya, onun oğlu xəstədir, neçə illərdir böyrək xəstəsidir və onun oğlunda kreatin daima yüksək olur. Bəzən sidiyə çıxa bilmir, bəzən sürətli çıxır, tez-tez gedir, bəzi hallara sidiyini saxlaya bilmirdi və s. Həm də onun böyrəyində də iltihab var, sidik hissəsində də iltihab var. Yəni onun sistiti də var, uretiti də var, nefriti də var, azot da qanda çoxdur, sidik cövhəri də çoxdur. Yəni o uşaq 30 zad yaşı var və aləm dəyif də bir-birinə. Yəni bir neçə ildir də müalicə edir, bir 10-15 min də pul xərcləyib o yazıq arvad. Və ona mən vermişdim Diurines tabletka. Yəni vermişdim deyəndə demişdim ki, Diurinesi də yoxla. Nəticə gör nətər olur. O 3 ay Diurinesi içirdi uşağa. Səhər, axşam yeməkdən yarım saat sonra. Bayaq zəng, gələn zəng. Bu Diurinesin zəngi idi. Yəni buna görə ki, gəlib analizlərini verib. Çünki orada sifətindən bilinir artıq, üzünə baxanda bilinir ki, o insan necə yaxşılaşır. Bu yəni kreatin xəstələri bilirlər öz vəziyyətlərini və siz Diurines istifadə eləyin, çünki onun heç bir əks təsiri yoxdur. O istifadə elədiyiniz müalicə tərkibində o dərmanlarla yanaşı içə bilərsiniz. Börək büzüşməsi olanlar da içə bilər, börək çatışmazlığı olanlar da, hətta bir börəyi olanlar da içə bilər, təbii öz həkimləri ilə məsləhətləşdikdən sonra. Amma yenə də heç bir əks təsiri, heç bir ziyanı olmayacaq, çünki tam bir tərkibli və çox keyfiyyətlidir. Apteklərdə 26-27 manatdan istifadə edin, çox yaxşı təsir göstərəcək. Yəni bu dəqiq məsələdir, özünüzdə görəsiniz. Növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın. Sağ olun, hələlik.